Gəldik 25-ci suala. 4-cü, 5-ci çəkişimdə ya kimsə nəsə yazır, ya müəllim yazır, ya hesablamada səhv gedirsən. Bu sual xeyirli olmadı. There atomic operations can go in different variants. Bunu başlayacağım. Ümumiyyətlə şərti mərtə boş verin. Burada biz nə etməliydik? In this case, in how many different variants can the variables take values and what are they? Bu case'də neçə variablelar, yəni bu A ilə B neçə müxtəlif dəyər götürə bilir və bunlar hansılardır? Burada P1'imiz var. P1'imiz nədir? P1'imiz A bərabərdir 2'dir. X'ə 5 verdi özümüzdən, 1 ilə 6 arası dəyər ala bilir. Sonra burada bir dənə də nəyimiz var? Q1'imiz var. Q1'imiz var. P2'nin yazı son Q1 yazır. P2'miz var. P2'miz nədir? B bərabərdir açıq 1'dir. Yəni B bərabərdir 1 deyil, B bərabərdir açıq 1'dir. Bunun qəşəng çünki fərqi olacaq, görəcəksiniz. Sonra Q1'imiz var. Q1'imiz nədir? A bərabərdir 5'dir. Sonra bir dənə də Q2'miz var. Q2'miz nədir? Q2'miz nədir? B bərabərdir A plus 1'dir. Bunu yazıq. İndi burada məqsəd nədir? Məntiq nədir? Biz bunları sıralamalıyıq. Məktəb sualları olurdu, istatistik ehtimalda ona oxşur. Bu sıralamada bizim bir dənə şərtimiz var. P2 P1'in əvvəlinə düşə bilməz. Belə bir şey mümkün deyil. Eyni şəkildə Q2 də Q1'in əvvəlinə düşə bilməz. Yəni P1'dən sonra P2, Q1'dən sonra Q2 gəlməlidir. İkinci birincidən təbə gələ bilməzlər. Hörmət eləməli ikinci birinci. İndi gəldik. 6 müxtəlif variantla sıralamaq olur. Bu şərtlər daxilində. Birinci variant. Belə eləməyək, belə deyək. P1, P2, Q1, hətta belə eləyək. Belə ikincisinin vaxt gələcək. P1, P2, Q1, Q2. İkinci variant. Bu səfər Q'lar əvvələ gedir. Q1, Q2, P1, P2. Üçüncü variant. Bir dənə P, bir dənə Q qoyuruq. P1, Q1. 6 tane müxtəlif variant var. P1, Q1, P2, Q2. Dördüncü variant. Q ilə P'nin yerini dəyişdiririk. Yəni Q1, P1, Q2, P2. Beşinci variant. Şu an nə sualdan qalma şeylərdə bunlar size. Beşinci variant. En yeri. P1 Q'ları ortaya alaq. Q1, Q2, bir tane də P2. Altıncı və son variant P'ləri ortaya alaq. Q1. Bu video bir 15 dəqiqə olacaq məncə, çünki bunların hesablaması var. P1, P2, Q2. Demək, bunları yazıq. İndi nə edirik? İndi hesablama edirik. Aynen B'nin yekun qiymətlərini tapırıq və misal qutarı. Əslində baxmanıza heç şey yoxdur. Prosto yazırıq. P1, P2. P1. P1'də nədir? A2'dir. Sonra nə oldu? P2 gəldi. P2 nədir? B açıq 1'dir. A'mız neçə güncəl olaraq 2. Yəni B'miz oldu 1. Yəni adam balası kimi yazır. B'miz oldu 1. Əlim yoruldu. Sonra gəldik Q1'ə.
Q1 nədir? A5-dir. Q2-yə B plus B bərabərdir A plus 1. Yəni son A'mız neçədir? 5, B'miz də 6-dır. İndi birinci situasiyada son A ilə B'miz neçədir? Bunlar da son A ilə B'miz. 5 ilə 6. Bunları indi 6-sına da yazacaq. Yəni 2 zülmüdür. Çox rahat əslində misal, amma 2 zülmə hesab olunur. Q1, Q2, yəni Q1 A5'dir. Q2 B A plus 1'dir. Yəni A B6 olur A plus 1 ilə. Sonra P1 A2'dir. P2 B A minus 1'dir. Yəni B'də 1 olur. B'ye baxaq. A minus 1'dir. Hə, A'da 2'dir. Şeyimiz oldu. Belə. A ilə B'miz. Son A B'miz. Gəldi 3-cü misala. P1 Q1 P2 Q2. P1'imiz A2'dir. Yəni A bərabərdir 2. Q1'imiz nədir? A bərabərdir X idi. A bərabərdir 5. P2'miz ben bunu yada saklayayım. P2 A çık 1'dir. P2'miz B bərabərdir 4'dür. A çık 1. Q2'miz də A plus 1 idi. Yəni 5 plus 1 B bərabərdir 6. Ben bakayım Q2'miz A plus 1'dir mi? Yəni Q2'miz A plus 1. Son A ilə B'miz hansıdır? Son A ilə B'miz budur. A bərabərdir 5. B bərabərdir 6. Gəlirik o birisine. Bu P'dir. Bunu adamlar açmayacaq. Bu yazmağa görə çox uzun çəkəcəyim video. P2. Əsas məntiqini inşallah tutmuş. Q1, P1, Q2, P2. Q1. Q1 nədir? A5'dir. A5, P1. P1'imiz nə idi? A2 idi. Q2'miz Q A minus idi. Plus'imiz. Q B bərabərdir A plus 1, yəni B3'dür. Sonra P2'miz də A minusdur. Bax, P minusdur, Q plusdur, Q plus. Hə, tamam. P də minusdur, A minus 1, yəni 2 minus 1, 1. Son A ilə son B necədir? Son A'mız budur. Son B'miz də budur. Gəldik 5-ciyə. P1 Q1 Q2 P2. P1 yazırıq. P1 P A bərabərdir 2. Q1 A bərabərdir 5. Q2 nədir? Q2 plus idi. A plus 1 B bərabərdir 6. P2 də minus 1 idi. B bərabərdir 4. Son A B'miz bu şəkildə oldu. Son A'mız budur. Son B'miz də budur. İndi keçdik sonuncuya. Şükür qurtarır. Q1 P1. Q1'imiz neçə idi? 5 idi. Yəni X idi. A bərabərdir 5. P1'imiz neçə idi? A bərabərdir 2. P2'miz neçə idi? P minus idi. B bərabərdir 1. Q2'miz də plus idi. B bərabərdir 3. Son şeyimiz də, son necədir? Cütlüyümüzdə bu şəkildə olur. A bərabərdir 2, B bərabərdir 3. İndi neçə müxtəlif oldu. Bunların hamısını yazırsınız. Yazımdan sonra da elə qutarır da. Deyirsiniz ki 6 dənə oldu və neçə müxtəlifdir. Bunlara indi 5, 6, 2, 1, 5, 6 bir dənə də. 2, 5, 6 yoxdur. Tamam. 21, 2 dənədir. 21, 21. Sonra 54 ilə 23 yoxdur. 5, 4, 2, 3 yoxdur. Bunlar da tək-təkdir. Yazırsınız bunları. Yəni bu simvolları elə belə çəkdim burada. Bunları yazırsınız.
göstərirsiniz ki, A-nın B-nin qiyməti budur. 4 müxtəlif qiymət almalıdır. Ola bilsin X-in bəzi variantlarında 5 olsun, 3 olsun. Yəni belə yazırsınız, hesablayırsınız, bitirmisiniz. Sonda yazırsınız ki, 4 müxtəlif cütlüyü var ya 5 müxtəlif cütlüyü var.